Esselamu Aleyküm ve Rahmetullah. Aleykümselam ve Rahmetullahi ve Berekatuhu. Allah sizə bərəkət versin Übeyt müəllim. Yəni biz bilirik ki, bizim ümmətin üzərində Muhammed sallallahu aleyhi və səlləmin haqları var da, xüsusi haqları var. Bu haqlar haqqında qısa bizə tövsiyə verərdinizmi, zəhmət olmasa? Allah sizə Bismillah, bərəkət versin. elhamdülillah və salatu və selamu ala Resulillahi və ba'd. Həqiqətən Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti üzərində bəzi haqları vardır. Yerinə düşərdi ki, biz bu haqları öyrənək, bunu həyatımızda yaşamaya çalışaq. Çünki günümüzdə bəzi insanların səhv düşüncələrə, səhv yollara düşmələrinin səbəbi Peyğəmbər sallallahu aleyhi və səlləmin haqqını bilməmələrinə görədir. Buna çox örnəklər gətirmək olar, amma indi biz gəlin bu Peyğəmbər sallallahu aleyhi və səlləmin ümməti üzərindəki haqları ilə tanış olaq. Görə bu hansı haqlardır ki, bu haqları bilməmək insanları azmağa, hətta Peyğəmbər sallallahu haqqını ödəməməyə aparıb çıxarır. Birinci, Peyğəmbər sallallahu aleyhi və səlləmin Peyğəmbərliyinə qətiyyətlə iman etmək. Və yəqin olmaq ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin şəriəti digər bütün şəriətləri silmiş, nəsx etmişdir. Bunu etiqad etmək. İkinci, Peyğəmbər sallallahu aleyhi və səlləmin öz risalətini ümmətinə dosdoğru şəkildə yerinə yetirməsinə və üzərinə düşən əmanəti dosdoğru şəkildə ümmətinə çatdırmasına və ümmətinə ən gözəl şəkildə nəsihət etməsinə iman etmək. Üçüncü, Peyğəmbər sallallahu aleyhi və səlləmi Allahu subhanahu və teala'dən sonra hamıdan, hətta insan öz nəfsindən belə daha çox sevməsi. Dördüncü, Peyğəmbər sallallahu aleyhi və səlləmə ehtiramla, hörmətlə yanaşması. Beşinci, Peyğəmbər sallallahu aleyhi və səlləmin uca, ali fəzilətləri, dəyərli xüsusiyyətləri, yüksək keyfiyyətləri barədə varid olan bütün mötəbər rəvayətləri təsdiq etmək. Altıncı, Peyğəmbər sallallahu aleyhi və səlləmə münasibətdə ya ifrata ya da təfritə varmadan, həddi aşmadan və səhlənkarlıq etmədən orta yol üzərində Peyğəmbər sallallahu aleyhi və səlləmə qarşı münasibətdə olmaq. Yeddinci, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinin hamısını, heç birini ayırmadan, sahabələrin hamısını, əhl-i beytini, zövcələrini, ümməhətil müminin, müminlərin analarını özümüzə dost tutmaq və onları sevmək. Altıncı, səkkizinci, Peyğəmbər sallallahu aleyhi və səlləmin Allahu subhanahu və teala'nın bizə buyurduğu kimi adı çəkildiyi zaman Peyğəmbər sallallahu aleyhi və səlləmə salavat gətirmək və bunu çox-çox təkrarlamağımız bizə vacibdir. Vallahu Teala a'la və a'lem və sallallahu ala nebiyyina və səlləm. Cəzakallahu xeyran.